Salam, sabahınız xeyirli, uğurlu olsun. Gününüz xoşmənalı keçsin inşallah. Mənim əziz dəyərli, gözəl izləyicilərim, hər birinizi salamlayıram. Bugünkü günü inşallah sizlərlə 25 kilo necə çəki verdim, hər bir xırda detalları ilə özüm necə etmişəm, ətraflı paylaşacağam. Əvvəlcə qızlar, gəlin sizlərlə 25 kilo çəki verərkən hazırladığım bu kofe qarışımını sizlərlə birgə hazırlayaq. Sonra söhbətimizə davam edərik. Deməli qızlar, bu kofemiz yağ yandırıcı, metabolizma hızlandırıcı qarışımdır. Mədəsində həssaslığı olan xanımlar içməsinlər. Bu ən çox metabolizmamı gücləndirən bir qarışımdır. Sizlərə də tövsiyə edirəm. Çəkiniz getmirsə, dayanıbsa bundan istifadə edin. Yarım çay qaşığı zəncəfil tozu bura əlavə etdim. Sonra bura əlavə edirəm yarımdan az bax belə qara istiot. Sonra əlavə edirəm yarım çay qaşığı sarı kökümüzü. Sonra əlavə edirəm. Xanımlar, hazır qablaşdırmada olan darçından almayın. Əsl darçın alın. Əsl darçın da ki, bilirsiniz, bahadır. Hər darçın çubuğu da ki, darçın deyil. Sizə mən bir dənə əsl darçını göstərim. Bilməyənləriniz üçün göstərirəm. Bəzi xanımlar bəlkə də ola bilsin ki, bilmirlər. Baxın, sıx, nəzik pərdəsi var, belə sıx toxunuşu var. Çərəz dükanlarında desəniz ki, əsl darçın istəyirəm, bu çox köyrək olur. Əl vurmamış özü oxalanır. Belə bir darçın alın. Sərt darçın çubuğu əsl darçın deyil. Ondan alıb istifadə etməyin. Mən özüm üyüdürəm. İndi məndə az qalıbdır. Yenə üydəsiyəm. Bundan da yenə əlavə edirəm. Darçını çox sevirəm. Yarım qaşıq da bundan əlavə etdim və biraz da hil əlavə edəcəm. Hili də çox sevirəm. Az miqdarda hil əlavə edirəm. Bilirsiniz, hil biraz bahalıdır. Ondan biraz az istifadə edirəm. Su tökəcəm. Bu biraz qaynayana yaxın. Bilirsiniz ki, kofe dəmləmək üçün bizə 95 dərəcə qaynar su lazımdır. Suyumuzu əlavə edəcəm. Sonra qaynar olanda kofemizi əlavə edib dəmləyəcəm. Burada qoydum, yaxşı qarışdırıram. Biraz bu dəm alsın. Kofe dəmləmək həddinə çatanda kofemizi də əlavə edəcəm. Mədə həssası olanlar, mədə problemi olanlar bundan içməsinlər. Çünki tərkibində zəncəfil, qara istiot var. Sarı kök, darçın əlavə edə bilərsiniz. Onlar da çox gözəldir. Onlar da yaxşıdır arıqlamaq üçün. Hazırdır. Kofemizi də əlavə edirəm. Qarışdırıram. Xudunu biraz azaldım, daşmasın. Bu da bizim hazırladığımız qarışımlı, darçınlı, zəncəfilli, sarı köklü istiotlu kofemiz, yağ yandıran kofemiz. Hər birinizi bir daha xoş gördüm, dəyərli, gözəl izləyicilərim. Mən sizlərə söz verdiyim kimi, bugün sizlərlə 25 kilo necə çəki verdim, bu haqda danışmaq istəyirəm. Kofemizi də hazırlamışam. Ətraflı YouTube kanalımızda olacaqdır. Paylaşım, Instagram short paylaşımlarımız da var. Paylaşmışıq. Yağ yandırıcı, metabolizma hızlandırıcı kofemizdən içərək sizlərlə söhbətə davam edim. Deməli, mən 85 kilo çəkidəydim. Bir gün yaxın rəfiqəmin çəki verdiyini gördüm. Çox arıqlamışdı. Soruşdum ki, sən necə arıqlamısan? Dedi ki, bəs mən bir qrupa qoşulmuşam. O qrupda
dəstək alaraq çəki vermişəm. Dedim, mən də qoşulmaq istəyərəm. Mən ora qoşuldum o qrupa. Həmin nəzarətçinin verdiyi, məsəl üçün 3 qaşıq tutalım ki, qreçka, 50 qram toyuq əti falan. Yəni bax belə qram söhbətlərdə, yəni bunlara bir ədəd xiyar, nə bilim yarım pomidor, heç pomidoru qoymurdular. Nəysə, belə bu miqdarlara riayət edərək 2 ay yarım, 3 aya mən çox ciddi rejimdə pəhriz saxladım və 5-6 kilo çəki verdim. Çəki verdim, ancaq bu məni qane eləmədi. Çünki mən ac qalaraq çəki verdim. Yeyərək çəki vermədim. Başladım, dedim, yox, bu diyet mənlik deyil də, mən bunu edə bilmərəm. Başladım özümdə, dedim ki, mən onsuz da bu gedişatları öyrənmişəm 2 ay, 3 ay müddətində. Özüm başladım araşdırmağa. Karatay diyetini araşdırdım, rastıma o çıxdı. Onu bütün paylaşımlarını izlədim. Karatay Canan Karatay diyeti. Hamınızın bildiyi kimi 16-8 saat aralıqlı oruca başladım. Ciddi yeməyimə fikir verdim. Deməli, mən orada sağlıqlı qidalanmanı öyrəndim. Əziz xanımlar, pəhriz saxlamaq, yəni ac qalmaq, bunlar bir müddətə qədərdir. Əsas odur ki, biz sağlıqlı qidalanaq. Sağlıqlı qidalanmaq da şəkərsiz, glutensiz bəslənmək deməkdir. Mən glutensiz bəsləndim. Gluten çörək, bilirsiniz ki, çörəyin tərkibində çoxdur. Ümumiyyətlə, buğdalı məhsullar da çoxdur, makarnadır. Yəni, bunlar da var. Ona görə mən onlardan uzaq durmağa çalışdım. Yesəm də az miqdarda yedim. Mən bolluca su içdim, qızlar. Limonlu su, zəncəfilli su, darçınlı su, ona petruşkalı su. Yəni, bunlardan çox istifadə elədim. Detokslar hazırladım özüm. Bir öynəmi detoksla ötüşdürdüm. Demək, 3 litr yarıma kimi mən su içdim. Səhər idman elədim, axşam yürüyüş elədim. Kardionu səhər elədim, axşam da yürüyüş kardiosu elədim. Demək, səhər etdiyimiz kardiolar bizim yağ yandırmamıza kömək olur. Axşam etdiyimiz idmanlar isə bizim kas qazanmamıza səbəb olur. Mən də ikisini də etdim, çox şükür. Qısa bir müddətdə məndə həqiqətən dəyişikliklər baş verdi. Mən 13 kilo yağ verdim bədənimdən, bəli, 13 kilo yağ verdim. Mən çox arıqladım, 60 kilo, 59 kiloya qədər mən düşdüm. Ancaq yeyərək arıqladım, bunun altını cizərək deyirəm, yeyərək heç bir şeydən mən özümü sıxmadım. Səhər-səhərlər bildiyiniz kimi bir neçə paylaşımlar etmişəm səhər yeməklərində, yəni yumurtanın növlərini sizlərlə paylaşdım. Ən çox yediyim səhərlər yerkulesi oldu. Qatıqla yerkulesi çox istifadə elədim, meyvə ilə qarışıq. Günorta yemədim, 8 saat yenə deyirəm. Əgər sizlər çox aclığa dözümünüz yoxdursa, mən onu öyrənmişəm. Ən azından qidalananda bu yeməklə, səhər yeməyi tutalım yedirsə, onun üstündən ən azı 4 saat keçməlidir. O 4 saatdan sonra siz nəyisə yeyə bilərsiniz. Mən özüm səhər saat 10-da, 11-də səhər yeməyimi yeyirdim, bir də axşam saat 5-də yeyirdim. O müddət ərzində heç bir çiynəmə hərəkəti mən etmirdim, sadə kofe içirdim, su içirdim. Çay içirdim sadə, yəni bax bunlardan istifadə edirdim. Çiynəmə hərəkəti, heç bir çiynəmə hərəkəti olmaz. Axşam da Allah verəndən evdə nə bişirirdimsə, ondan götürüb istifadə edirdim. Qızlar, yuxa da yedim, qara lavaş, belə deyək. Yəni hər bir bildiyiniz Allahın verdiyi gözəl nemətlərdən yedim. Mən ac qalmadan arıqladım. Sadəcə olaraq mən bildim nəyi yeyirəm, nəyin yanında. Məsəl üçün, yemək yeyirdimsə, onun yanında bol lifli göyərtilərimiz, bol lifdən çox istifadə elədim. Birinci, salata üstünlük verirdim. Bol salat yeyirdim, ondan sonra proteinimi yeyirdim.
Sonra o olarsa karbohidrat yeyirdim. Yəni karbohidratdan çox az istifadə etdim. Yenə də yeyirdim, istifadə edirdim. Biri var sapsem kəsəm yox, yeyirdim. Belə mən bol yürüyüşlər etdim. Yenə deyirəm 3 litr yarım su içdim və çox şükür 25 kilo çəki verdim. Hamısı da yağdan verdim, kas qazanaraq. Yəni bu bilgimi istədim sizlərlə paylaşım. Sizlər də arıqlamaq istəyirsinizsə, çəki vermək istəyirsinizsə, çəki problemi olanlarınız varsa, yəni heç bir şeydən özünüzü qısıtmayın. Hər şeydən qədərində istifadə edin. Elə proqramlar var ki, çox ciddi insanlarda 3 gün şok diyet, nə bilim bir həftəlik yumurta diyeti, 3 günlük detokslar. Bunlardan çalışın ki, istifadə etməyin. Çünki bunlar zərərlidir. Bir müddətə qədər siz həmin o şok diyetlərlə ancaq bədən suyu kaybedirsiniz də, bədən suyu itirirsiniz. Ən əsası odur ki, çəki versəniz də sağlıqlı çəki verəsiniz, qalıcı çəki verəsiniz. Bir də sizə geri dönüş etməyə. Belə kofemizi də içək. Bildiklərim bu qədər idi. Əgər mən də indi hal-hazırda çəkim çox artıbdır. Bu da mənim əməliyyat keçirtməmlə bağlıdır. 3 il bundan qabaq mən əməliyyat keçirtdim. Ondan sonra aldığım müalicələrdən, stressdən, bədənimin birdən-birə dəyişməsindən irəli gələrək çəki aldım. Və bu çəkimi də indi itirmək istəyirəm. İstəyirəm ki, bu çəkini sizlərlə, sizlərin dəstəyi ilə bir-birimizə dəstək olaraq bu çəkini verək sağlam şəkildə. Kofemizi də içək. Hər birinizə gözəl, xoş günlər arzulayıram. Ən əsası sağlıqlı, gözəl günlər arzulayıram. Əziz, dəyərli, gözəl xanımlar, gözəl izləyicilərim. Görüşmək ümidi ilə. Axşamınız xeyir. Axşam saat 7-yə qalıb. Mən axşam yürüyüşünə çıxıram. Evdə ürəyim biraz sıxıldı. Dedim, çıxım biraz hava alım. Həm yürümüş olaram, həm də biraz hava almış olaram. Bayaq sizlərlə danışanda yadımdan çıxdı, vurğulayım ki, tərəziyə çıxırsınız. Əgər orada çəkinizin getmədiyini, eyni qaldığını, sabit qaldığını görürsünüzsə və diyetdəsinizsə, qorxmayın, sizin çəkiniz gedir. Sadəcə olaraq siz yağdan verirsiniz. Kaslarınız yağdan verir və yerinə su əlavə olunur. Ona görə çəki enmir. Tərəzidə görmürsünüz o endiyini. Xüsusi tərəzilər var ki, kas oranı, yağ oranı, su oranı, insanın hər şeyini orada ölçdürmək olur. İstəsəz siz də ölçdürə bilərsiniz. Havacı qaralıb, saat 8-dir. Gedirəm evə. Sona qədər izləməyi, abunə olmağı, dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.